Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda yoxsa masada bitəcək? Beynəlxalq ictimai rəyi qütbləşməyə vadar edən Trump tariflərini araşdırdıq. Siyasətçi imici ilə zehinlərə həkk olunsa da, o biznesmendir. Çoxları onu Birləşmiş Ştatların prezidenti Donald Trump kimi tanıyır. Reallıqda isə o, siyasi iqtisadiyyatın ən çox müzakirə olunan simalarındandır. Trump'ın fikrincə, yüksək tariflər və sərt ticarət qaydaları ölkə daxilində istehsalı canlandıra, iş yerlərinin qoruya və milli iqtisadi təhlükəsizliyi möhkəmləndirə bilər. Lakin Trump iqtisadi modeli olduqca mübahisəli bir fəlsəfədir. O, qərarlarında qətiyyətli olsa da, ideyalarını zərərli hesab edənlər çoxdur. Çünki bu yeni ideyalar qlobal ticarət sistemi üçün ciddi risk təşkil edə bilər. Trump ikinci dəfə prezident seçildikdən sonra sərt iqtisadi qərarları ilə gündəmə gəldi. O hesab edirdi ki, ABŞ uzun illər ucuz ithal mallarına görə həm sənaye gücünü, həm də iş yerlərini itirib. Buna görə də yüksək tariflər sayəsində ölkə daxilində istehsalçıların rəqabət üstünlüyünü artırmaq, xaricdən asılılığı azaltmaq və Amerika məhsulunu daha əlçatan etmək istəyirdi. Azad ticarət olanda transmilli korporasiyalar, böyük şirkətlər hara üst tutacaq? Əlbəttə ki, orada hardakı ucuz işçi qüvvəsi var, ucuz xam mal var, ora üst tutacaq. Və bu azad ticarət imkan verdi ki, böyük transmilli korporasiyalar Çinə, Hindistana, Vyetnama, Malayziyaya, Şərqi Asiya ölkələrinə, hansı ki, orada ucuz işçi qüvvəsi var, ucuz kapital var, şərtlər daha rahatdır, bürokratik əngəllər yoxdur, dövlətlə sən daha rahat ünsiyyət qura bilirsən, danışa bilirsən, yəni iqlim dəyişikliklərlə bağlı qayğılara çox önəm verilmir və s. Bu şərtlər sövq elədi ki, o transmilli korporasiyalar neynəsin, köç eləsinlər və bu iqtisadi böhran da ABŞ iqtisadiyyatını bir növ zədələdi və bizim böyük bir narazı kütlə əmələ gəldi. Orta təbəqə, hansı ki, iş yerlərindən məhrumdur, hansı ki, iqtisadi böhran nəticəsində ciddi maliyyə etkilərinə məruz qaldılar. Bu narazı təbəqəni təmsil edən bir adam ortaya çıxdı və bu Donald Trump idi məhz. Və hakimiyyətə gələn kimi məhz bu tariflər siyasətini həyata keçirməyə başladı. Və o deyirdi ki, yəni mən bu tarifləri ona görə tətbiq edirəm ki, xaricdən ixal olunan məhsullar qiyməti yerli istehsal olunan məhsullarda baha olsun. Yerli məhsulların istehsalı rəqabət davamlı olsun və nəticədə nə olsun? Transmilli korporasiyalar, böyük şirkətlər hansı ki, ölkəni tərk eləmişdi, yenidən ölkəyə qayıtsınlar. Trump'ın iqtisadi məqsədi əsasən qlobal iqtisadiyyatda tarazlığın Birləşmiş Ştatların xeyrinə dəyişdirilməsidir. Birləşmiş Ştatlar tək qütblü dövrdə formalaşan münasibətlərdən əziyyət çəkmişdi. İqtisadi cəhətdən dünyanın böyük bir hissəsini maliyyələşdirir, subsidiyalaşdırırdı. Trump isə bu mənzərəni dəyişərək öncə Amerika və Amerikanı yenidən möhtəşəm və qüdrətli eləyək şüarları ilə Birləşmiş Ştatların qlobal deyil, milli maraqlarını ön plana çıxarmağa çalışır. Trump, Biden dövründən qalma bir sıra problemlərin həll olunmasında israrlıdır. Bura daxildir. Yüksək inflyasiya və qiymət artımı, böyük ticarət kəsiri, enerji asılılığı və sənaye zəifləməsi, eyni zamanda Çinlə texnoloji və istehsal rəqabəti. Onun fikrincə, Bidenin yumşaq iqtisadi kursunun buraxdığı boşluqları doldurmaq lazımdır. Elə sərt qərarlarını da bu məqsədi önə qoyaraq izah edir. İki əsas rəqib götürür də özünə. Barack Obama və sabiq prezident Biden. O, hər iki prezidentin məsəl üçün siyasətini bir növ təhlil edərkən hər zaman deyir ki, onlar daha çox liberal bir siyasət yürüdüblər. Onlar daha çox digər dövlətlərə güzəşt ediblər. ABŞ-ın potensialından lazımınca istifadə etməyiblər. Yəni biz onu bilməliyik ki, Trump bir biznesmendir və o, məsəl üçün diplomatik masada əyləşəndə qarşı tərəfə iştirakçı kimi yox, partnyor kimi baxır ki, mən bundan maksimum nə qədər faydalana bilərəm. Bu, Donald Trump'ın uzunmüddətli planıdır və onun siyasətini, xüsusilə də iqtisadi siyasətini əvvəlki administrasiyaların, Joe Biden və Barack Obama'nın qloballaşmaya yönəlmiş iqtisadi siyasətindən kəskin şəkildə fərqləndirir. Trump öncə Amerika prinsipinə qayıdır ki, bu da əslində Birləşmiş Ştatların Birinci Dünya müharibəsindən əvvəl tətbiq etdiyi milli siyasət modelidir.
Birləşmiş Ştatlar üçün ən böyük iqtisadi rəqiblər Çin, Avropa İttifaqı, Meksika, Kanada, Cənubi Koreya və Yaponiya hesab olunur. Ağ Ev rəhbəri bu ölkələrin rəqibə çevrilməsini ABŞ-nın böyük ticarət kəsiri ilə əlaqələndirir. Amma vəziyyət rəqib statusunda da qalmır. Trump bu ölkələri iqtisadi suverenliyə potensial təhlükə kimi də təqdim edir. Onun fikrincə, Çin ən böyük strateji və iqtisadi təhlükədir. Ucuz işçi qüvvəsi və dövlət dəstəyi ilə ABŞ-nın istehsalını sıradan çıxarır. Avropa İttifaqı iqtisadi baxımdan qeyri-bərabər şərtlər yaradır. Xüsusən Almaniyanın avtomobil ixracı ABŞ üçün risklidir. Meksika və Kanada sərhəd təhlükəsizliyi, narkotik axını və iş yerlərinin azlığı səbəbindən ABŞ iqtisadiyyatına zərər vurur. Yaponiya və Cənubi Koreya isə ədalətsiz ticarət balansı ilə ABŞ-nın istehsalını sıxışdırır. Trump Amerikanın iqtisadi rəqiblərini potensial təhlükə kimi görür. Lakin onun əsas məqsədi mahiyyət etibarilə mövcud sistemi yenidən tarazlaşdırmaqdır. O hesab eləyir ki, Avropa və Çin kimi müxtəlif bloklar uzun müddətdir Birləşmiş Ştatların səxavətindən faydalanıblar və o buna son qoymaq istəyir. Əsas məqsəd əslində Amerikalılar üçün maliyyə vəsaitini artırmaq, pulların xaricdə xərclənməsinin qarşısını almaq, ölkənin tariflərdən gəlir əldə etməsini təmin etməkdir. Bununla yanaşı, sənayenin qloballaşma nəticəsində başqa ölkələrə köçürülməsi əvəzinə yenidən Birləşmiş Ştatlara qaytarılması nəzərdə tutulur. Trump Birləşmiş Ştatların qloballaşma prosesi nəticəsində sənayesizləşdiyini düşünür və bu səbəbdən sənaye bazasını ölkəyə geri cəlb etməyə çalışır. 2025-ci il yanvarın 20-sində ABŞ-nin ticarət siyasətini köklü şəkildə dəyişməyi hədəfləyən Trump memorandum imzaladı. Bu təkcə daxili bir sənəd deyil, o həm də qlobal ticarət münasibətlərinə yenidən göz gəzdirməyi özündə ehtiva edir. Əsas məqsədlərinə daxildir: ticarət kəsirinin azaldılması, ədalətsiz ticarət praktikaları ilə mübarizə, xarici ticarət razılaşmalarının yenidən qiymətləndirilməsi, valyuta manipulyasiyası ilə mübarizə, xarici ticarət gəliri xidmətinin yaradılması. Şöyle ki, Donald Trump ilk başta hedeflediği tarifeleri yükselterek ithalata bağımlılığı azaltırken ekonomisi ve Amerika Birleşik Devletleri'nin ham madde başta olmak üzere çeşitli ürünlere olan bağımlılığı tarifelerin artmasıyla Amerikan ekonomisi üzerinden Amerikan halkına bir hayat pahalılığı olarak geldi. Ve gümrük tarifeleri arttırmış olduğu ülkeler de mütekabiliyet esası gereği Amerika'ya yüksek tarifeler önerince bunlar Amerika Birleşik Devletleri'nin yüksek enflasyon, fiyat artışı ve beraberinde siyaseten Donald Trump'a yönelik öfkeyi kabartmıştır. Dolayısıyla Donald Trump'ın hesaplarını bozan iki tane bileşen oluşmuştur. Birincisi tarifeler uyguladığı ülkelerin karşılık vermesi, mütekabiliyet göstermesi. İkincisi ise ithalata dayalı ürünlerin Amerikan iç piyasasında fiyatları arttırmasına ötürü başarısız olmuştur. Əgər əvvəllər ABŞ xarici siyasətində əsas məqsəd liberal beynəlxalq nizamı qorumaqdan ibarət idisə də, indi də ABŞ digər dövlətlər kimi, Çin kimi, Avropa İttifaqı ölkələri kimi öz milli maraqlarının bir növ arxasınca gedəcək. Bu bir növ milli maraqların beynəlxalq nizamdan qopmasıdır. Əvvəl ABŞ-ın milli maraqları ilə beynəlxalq nizam bir növ bir-birinə bağlı idi. Yəni beynəlxalq nizamı qoruyub saxlamaq ABŞ-ın milli maraqlarının təzahürü idi. Lakin bu Trump dövründə, biz Biden dövründə də onu hiss edirik. Çünki Biden Çinə tətbiq olan tarifləri aradan qaldırmadı. Belə deyək, Trump bu tariflə alət kimi istifadə edir. Dövlətləri ABŞ-ın siyasi maraqlarına uyğunlaşdırmağa çalışır. Trump'ın yeni siyasətinin davamı olaraq 2025-ci il aprelin 2-sində Azadlıq Günü tarifləri elan edildi. Tarif planına əsasən bütün ölkələrə 10% gömrük rüsumu tətbiq olundu. Ticarət balansında ABŞ-yə qarşı daha böyük kəsiri olan ölkələrə əlavə tariflər tətbiq edildi. Digər ölkələrdən keçərək ABŞ-yə daxil olan mallara əlavə 40% rüsum öhdəliyi qoyuldu. Səbəbi isə Çin kimi böyük rəqiblərin məhsullarının başqa ölkələr vasitəsilə idxalının qarşısını almaqdır. Trump dedi ki, biz faktiki olaraq Şimali Buzlu Okeandan gələn bütün məhsullara
qadağa qoymalıyıq, çünki bu Rusiyanın ərazisidir. Lakin faktiki olaraq Şimali Buzlu Okeandan gedən məhsullar Çin məhsullarıdır. Yəni Tramp burada Rusiyaya zərbə endirməsini göstərərək faktiki olaraq Çinə zərbə endirir. Çünki Çinin əsas ticarət yollarında çox ciddi problemlər formalaşıb. Xüsusən də Laos və Butanda Çinə qarşı agitasiyaların aparılmasını biz görürük. Çox güman ki, bu Amerikan deyək ki, dairələrindən olan bir agitasiyalardır. O cümlədən biz bilirik Yaponiya ilə əlaqələr bir o qədər də yoxdur. O cümlədən biz bilirik Hindistan-Çin arasında müəyyən münaqişələr var. Faktiki quru sərhədlərində baş verən bu münaqişələr Çin üçün ən ideal ticarət yolunu Şimali Buzlu Okean yoluna çevirir. Digər tərəfdən də Tramp deyir ki, Şimali Buzlu Okeandan gələn məhsullar Rusiya ərazisindən keçdiyi üçün və biz də sanksiyalar çərçivəsində Rusiyaya deyək ki, qadağalar qoyduğumuz üçün biz o məhsulları bir mənalı şəkildə qəbul etməməliyik. Yəni burada əsas hədəf əslində Rusiya deyil, məhz Çindir. Tramp özü də deyirdi ki, ilk prezidentlik dövründə də indi də dəfələrlə təkrar edir ki, bizdən istifadə ediblər. Yəni uzun illər ərzində Avropa İttifaqı dövlətləri, Çin, Şərqi Asiya ölkələri və s. bu azad ticarət münasibətlərindən istifadə edərək bizdən yararlanıblar. Yəni onlar bizə öz məhsullarını kütləvi miqdarda göndəriblər, hansı ki, heç bir vergi rüsumu olmadan və ABŞ məhsulları ki, məsəl üçün tutaq ki, maşınlar, ABŞ-da istehsal olunan maşınlar, onlara Avropa İttifaqının 10-12% civarında tarif tətbiq olunduğu halda Almaniyadan ABŞ-a ixrac olunan məhsulları Trumpa qədər 3%, 2% civarında bir tarif var idi. Tramp bu həmləsi ilə daha bir sensasiya yaratmağı bacardı. Yeni iqtisadi siyasəti ticarət tərəfdaşları heç də alqışlamadı. Əksinə, münasibətlər gərginləşdi. Hindistan, Çin, Cənubi Koreya, Avropa İttifaqı və digər ölkələr bu tarifləri hətta iqtisadi müharibə olaraq qiymətləndirdi. Ağ Evin bu siyasətinə ən sərt cavabı isə gözlənildiyi kimi Çin verdi. ABŞ məhsullarına əlavə rüsumlar tətbiq edildi. Eyni zamanda Pekin bu tariflərin beynəlxalq qaydalara zidd olduğunu irəli sürərək məhkəməyə və Dünya Ticarət Təşkilatına müraciət etdi. Bəzi ölkələr bu addımı bir növ iqtisadi müharibə kimi qiymətləndirirlər. Xüsusilə də Çin və Rusiya bu kontekstdə önə çıxır. Hesab edirəm ki, hər iki ölkə bu vəziyyətə hazırdır. Çin çox güclü mövqeydədir, çünki onun iqtisadiyyatı qlobal iqtisadi sistemlə sıx şəkildə əlaqəlidir. Trumpın Çinə vuracağı hər hansı zərbə əslində Birləşmiş Ştatlara əks təsir göstərəcək. Bu, idxal olunan malların qiymətinin artmasına gətirib çıxaracaq. Beləcə, ölkədə inflyasiya yüksələcək. Bundan əlavə, Çin artıq öz daxili bazarlarını inkişaf etdirir. Buna görə də düşünmürəm ki, Trumpın siyasəti Çinə ciddi zərbə vursun. Donald Trump'ın ikinci döneminde Çin'de Donald Trump'ın tarifelerle ilgili artışlara belli bir oranda yer yerde aynı oranda mütekabiliyet geliştirdiğini görüyoruz. Öncelikle gümrük tarifeleri biliyorsunuz %125'e kadar çıkarmıştı. Donald Trump %50, %75, %100, %125'e kadar herkesin beklediğinden yüksek artışları beraberine getirdi. Çin'in bu davranışı birçok ülkenin de Donald Trump'ın politikasına mütekabil aynı oranda yüksek tarifeleri gerçekleştirdiğini görüyoruz. Nitekim Donald Trump Çin'le yaşamış olduğu ekonomik savaşı politik, teopolitik nedenlerden ötürü Brezilya'da Bolsonaro'yla da yaşadığından ötürü Brezilya ile Amerika Birleşik Devletleri'nde gümrük tarifeleri %50'nin üzerine çıkmıştır. Çinlə ABŞ-ın münasibətləri böyük güclər arasında olan münasibətlərdir. Bu indi çox maraqlıdır ki, əvvəlki böyük güclər arasında münasibətlərdən kəskin fərqlənir. Əvvəl məsəl üçün biz baxsaq, 2-ci Dünya müharibəsindən əvvəlki olan böyük güclərə, onların bir-birindən iqtisadi asılılığı yox idi. Məsələn, nasist Almaniyası ilə Birləşmiş Krallıq və yaxud da Rusiya və yaxud SSR-də həmin dövrdə onların iqtisadi asılılığı yox idi. Ona görə nasist Almaniyası müharibə elan edəndə çox rahat şəkildə bunu eləyə bilirdi. Amma biz indi böyük güclər arasında siyasətə baxanda ABŞ-ın o qədər də rahat hərəkət elədiyini deyə bilmərik. Çünki ABŞ iqtisadiyyatı böyük həcmdə Çin məhsullarından asılıdır və belə bir olan halda biz bunu da gördük ki, yəni nə qədər bu tariflər tətbiq olunsa da, eskalasiyaya getsə də, sonunda tərəflər danışıqlar masasına əyləşdilər. Digər ölkələrin reaksiyası da gecikmədi. Avropa İttifaqından Almaniya, Fransa və digər ölkələr avtomobil və polad tariflərinə etiraz etdi. Avropa İttifaqı bəzi hallarda cavab tədbirlər, yəni ABŞ mallarına yüksək tariflər tətbiq etdi. Kanada və Meksika üçtərəfli razılaşma çərçivəsində güzəştlər əldə etsə də, bəzi enerji və sənaye məhsulları üzrə tariflərdən narazıdır.
Hindistan, Cənubi Koreya və Yaponiya xüsusi tariflərə diplomatik etirazlar etdilər və bəzi məhsullara qarşılıqlı tariflər tətbiq etdilər. Birləşmiş Ştatların tətbiq etdiyi bu tariflərdən təsirlənən müttəfiqlərin əksəriyyəti narazılıqlarını bildirsələr də, sonda onları qəbul etməli olublar. Məncə, bu vəziyyətdə ən çox zərər görən tərəf Avropadır. Tariflər nəticəsində Avropa ABŞ-yə iqtisadi baxımdan daha çox bağlı hala gəlib və maliyyə yükünü özü daşımağa məcbur olub. Avropalılar bu vəziyyətdən narazıdırlar. Lakin Trump hakimiyyətdə olduğu müddətdə bu reallığı qəbul etməkdən başqa yolları yoxdur. Onlar yalnız Trump dövrü bitdikdən sonra bu siyasətin yenidən nəzərdən keçiriləcəyinə və vəziyyətin düzələcəyinə ümid eləyirlər. Biz görürük ki, artıq dollarla hesablaşmalarda azalmalar mövcuddur. O cümlədən ölkələr milli valyutalarla hesablaşmalara keçiblər. Burada Rusiya, Çin qlobal iqtisadi oyunun əsas oyunçularıdır. Digər ölkələr isə biraz kiçik oyunçulardır və bu oyunçular hər hansısa bir etiraz həmlələri onların iqtisadiyyatına ciddi zərər də vura bilər. Təbii ki, ölkə daxilində müəyyən narazılıqlar var, amma qlobal arenada ciddi bir narazılıqlar səciyyələndirmirlər. Çünki bəzi ölkələr var ki, onların iqtisadiyyatı sırf liberal iqtisadi nəzəriyyədən, sırf dollar mərkəzli iqtisadiyyatdan və Amerikadan asılıdır. Evet, bu ülkenin tamamının temel bileşeni Çin'le aslında entegre bir üretim kapasitesine geçmesinden kaynaklanmaktadır. Zira yüksek tarifelere dünyada büyük bir aktör olmayan mesela Kamboçya, Endonezya, Meksika. Şimdi burada bunların tamamı Kamboçya olduğu için yüksek tarifelere maruz kalmadı. Singapur, Malezya, küçük Güneydoğu Asya ülkeleri dahil bunların hepsi yüksek tarifelere maruz kaldı. Bunun büyük oranda sebebi Çin'in ekonomik savaştan ötürü tarifeleri bypass etmek için az önce adını saymış olduğumuz ülkelerde üretim aksını taşımasından kaynaklanmakta. Yani Kamboçya'da ekonomik kapasite Amerika'ya mal satacak düzeyde değil. Çinli şirketler Kamboçya'da üretim yaptıkları için Kamboçya bu yüksek tarifeye maruz kalır. Bir neçə ölkə əlavə rüsumlarla bağlı Dünya Ticarət Təşkilatına müraciət etdi. ABŞ-ni məhkəməyə verənlər bu yeni qərarları qurumun tənzimləmələrinə uyğun hesab etmirdilər. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər iqtisadi təşkilatlar da tarif siyasətinin qlobal ticarət üçün riskli olduğunu düşünür. Bunlarla ilgili kısa vadede bir çözüm olmasa bile o uzun vadede elbette ki ticaretin güvenliği ve güvenilirliği esas alınacağından ötürü tarifelerin ben bir süre daha devam edip daha sonra kaldırılacağını bekliyorum. Nitekim bu dönemde Donald Trump 2 senesi kaldı görev süresinin bitmesine. Mahkemelerin sonuçlanması da 3 aşağı 5 yukarı benzer periyodu güttüğünden kısa vadede olmasa bile uzun vadede hem Amerikan yerel mahkemeleri hem de uluslararası ekonomik platformlar tarifeler üzerinden bir yaptırım Amerika'ya uygulayacaklarını beklemiyorum ama en azından tarifelerin iptali konusunda bir konsensusun dünya ticaretinde oluştuğunu söylememiz gerekiyor. Amma bu tariflər özü Amerikan iqtisadiyyatı üçün qısa müddətli bir xilas modelidir. Amerikan iqtisadiyyatının uzun müddətli bir xilas modelinə ehtiyacı var. Düşünün, bugün Amerikanın maliyyə sektorunda rentabelliyi 8%-dir. Real sektorda rentabelliyi 0.5%-dir. Ona görə heç kəs real sektora pul yatırmaq istəmir. Əgər sizin ölkədə maliyyə sektoru real sektorundan daha yüksək inkişaf edirsə, bu struktur disproporsionallığı formalaşdırır. Məhz bunun qarşısını almaq üçün müxtəlif tədbirlər biz görürük. Tarifləri qaldırır və s. Deyək ki, burada indi Fedin faiz dərəcəsinin aşağı düşməsi, amma bunların heç biri real iqtisadi inkişaf mexanizmi deyil. Xarici ölkələrdəki reaksiyalar nə olur olsun, yəni hətta deyək ki, bütün dünya ölkələri milli valyutalarına hesablaşmalara keçsə, dollardan tam imtina etsə, bu da yenə məsələni qurtarmır. Çünki bu sistemin özünün dəyişilmə, Bretton Woods sistemi deyirlər. Bu Bretton Woods sisteminin, dollar mərkəzli iqtisadi sistemin özünün dağılmasına ehtiyacı var. ABŞ siyasi dairələrində isə ictimai rəy iki yerə bölündü. Respublikaçılar təbii olaraq Trumpın öncə Amerika siyasətini dəstəklədilər. Verilən qərarların sənayeni qoruduğunu, iş yerlərini artırdığını və ticarət tərəfdaşlarına qarşı bərabərlik yaratdığını müdafiə etdilər. Demokratlar isə yeni tarif paketini sərt tənqid etdilər. Yüksək rüsumların istehlakçı qiymətlərini artırdığını, şirkətlərin xam mal alışında həddindən artıq xərc çəkdiyini, eyni zamanda diplomatik əlaqələrə zərər vurduğunu bildirdilər.
Yani Cumhuriyetçiler, yani evangeliklerin temsil etmiş olduğu yapı, Donald Trump'ın korumacı politikalarından memnunlar. Çünkü istihdamı da arttırıyor. Seçim kampanyasında ideolojilerine, milliyetçiliği ve muhafazakarlığın ekonomi politikalarına hizmet ettiği için oldukça memnunlar. Ancak hayat pahalılığı, fiyatların artması, yüksek enflasyon kimsenin beklemediği bir durum olduğu için Donald Trump'a Demokratlar zaten karşı. Cumhuriyetçilerin arasında da mevcut ekonomik politikaların yüksek bir şekilde eleştirildiği ortada. Dolayısıyla bu reaksiyonlar Donald Trump hükümetine oy kaybına neden olması bekleniyor. İqtisadçılar əsasən yaxın perspektivdə sənaye üçün stimullaşdırıcı qüvvə kimi gördükləri yeni siyasətin gələcəkdə inflyasiya, qlobal ticarət gərginliyi və qismən tədarük zənciri pozuntuları riski olduğunu vurğulayırlar. Əhali arasında da məsələyə münasibət birmənalı deyil. Sənaye və istehsal bölgələrində yaşayanlar qərarları alqışlayır, istehlakçı və kiçik biznes sahibləri xərcləri artdığı üçün narazıdır, texnoloji mərkəzləri isə beynəlxalq əməkdaşlıq imkanlarına zərər gəldiyini qeyd edir. Trump'ın bahsetmiş olduğu ekonomi stratejisinde tarifelerle ilgili yüklemiş olduğu politika bir kere ülke ekonomisine işsizliği azaltma açısından başarılı olduğunu söyleyebiliriz. Her ne kadar büyük bir sıçrama olmadıysa bile Amerikan ekonomisinde işsizlikle ilgili ciddi düşüşler var. Ancak ithalata olan bağımlılık küresel anlamda da fiyatların artması ve Amerika'ya girdi maliyetlerin artmasından ötürü bu Amerika Birleşik Devletleri'ne yüksek enflasyon ve fiyat istikrarında yukarıya doğru bir ivme sağladığından ötürü Amerika Birleşik Devletleri'nin aleyhine olduğunu görüyoruz. Nitekim bunun karşılığında da Donald Trump oldukça yoğun bir şekilde eleştirilmektedir. Donald Trump elə birinci prezidentliyi dövründə də biznesmen kimliyi ilə diqqət çəkir və qərarlar verirdi. Lakin bu iki dövrdə verilən iqtisadi qərarlar arasında mühüm fərqlər var. Daha əvvəl əsas diqqət Çinlə ticarət müharibəsinə ayrılırdısa, hazırda tariflərlə bağlı yanaşma daha geniş spektrlidir. İlk prezidentlik dövründə islahatlar sektor yönümlü idisə, artıq daha radikal və universaldır. İkinci prezidentlik dövründə Rusiyaya qarşı daha yumşaq, daha mülayim bir siyasət görürük. Bu nədən qaynaqlana bilər? Bəzi müəlliflər iddia edirlər ki, bu da əsas məqsəd Rusiyanı yenidən ABŞ-ın bir növ müttəfiqi də olması tərəfdaşına çevirməkdir. Niyə? Çünki Asiyada Çinə qarşı balans yarada biləcək yeganə böyük güc Rusiyadır. Əgər ABŞ tutaq ki, Rusiyanı itirsə Avrasiyada, o zaman onu balanslaşdırmaq ixtiyarında olmayacaq. Artıq Rusiya ilə Çin ABŞ-a qarşı müəyyən bir müttəfiqlik münasibətləri qura bilər. Əgər birinci prezidentlik dövründə daha çox Çinə qarşı tariflər üzərində bir siyasət gedirdisə, ikinci prezidentlik dönəmi ölkə daxili iqtisadi problemlərin həllinə fokuslanır. Əsas problem dollar sisteminin ayaq üstə tutmaq cəhdləridir. Çünki faktiki olaraq bugün Trump və onun arxasında duran elita və o cümlədən Amerikan xalqı razı deyil ki, dollar sistemini ayaq üstə tutmaq naminə Amerikan real iqtisadiyyatını məhv etsinlər. Məsələn, biz biri Trumpın məşhur şüarı var ki, Amerikanı yenidən güclü edək, yəni Make America Great Again şüarı altında Amerikan prezidenti Donald Trump ilk dəfə siyasi arenaya çıxmışdı. Bu proseslərin hamısı real iqtisadiyyatı inkişaf etdirməklə bağlıdır. Amma nə faiz dərəcələrinin aşağı salınması real iqtisadiyyatı inkişaf etdirəcək Trump və onun komandasının düşündüyü kimi, nə də Powell və onun komandasının düşündüyü kimi faiz dərəcələrinin yuxarı qalxması problemi həll edə biləcək. Problem çox ciddi disproporsionallıqlarla şərtlənir hal-hazırda. İqtisadiyyatı siyasətdən kənar təsəvvür etmək olmaz. Elə bu məsələnin də mənsəbi siyasətdir. Ön planda iqtisadi balans yaratmaq niyyəti dayansa da, arxada geosiyasi güc oyunları var. Çünki aparılan islahatlar əsasən ABŞ-nin beynəlxalq mövqeyini gücləndirmək, rəqiblərin strateji üstünlüklərini zəiflətmək məqsədi daşıyır. Hansı ölkələrə, hansı sərtlikdə qaydaların tətbiq olunması isə bir növ strateji mesajdır.
Şübhəsiz ki, daha çox iqtisadi qarşıdurmalar baş verəcək. Bu proses dünya iqtisadiyyatında yeni tarazlıq yaradacaq. Anti-Amerika bloklarını bir-birinə daha da yaxınlaşdıracaq. Böyük ehtimalla Hindistanla Rusiyanı Çinə və onların hamısını İrana daha yaxın eləyəcək. Bu, həmçinin Avrasiya regionunda iqtisadi inkişaf üçün daha sabit və etibarlı infrastrukturun formalaşmasına təkan verə bilər. Nəticə etibarilə bu vəziyyət Birləşmiş Ştatlar üçün ümumilikdə mənfi nəticələrə səbəb ola bilər. Xatırlayırsınızsa, Trump ikinci dəfə hakimiyyətə gələndə əsas lozunqları o idi ki, mən Ukrayna-Rusiya müharibəsini dayandıracağam, mən yaxın şərqdəki gərginliyi dayandıracağam. Faktiki olaraq bu vədlərin arxasında o idi ki, mən o layihələri, o münaqişələri dayandıracağam, oradan resurslarımı götürüb Cənubi Şərqi Asiya ölkələrinə tərəf yönələcəm. Faktiki olaraq bugün biz deyə bilərikmi, Trumpın ağlında bir iqtisadi model var, iqtisadi inkişaf modeli var? Yoxdur. Çünki nə Trump və onun arxasında duran elita liberal iqtisadi nəzəriyyədən kənar dura bilir, nə Powell, Fedin rəhbəri və onun arxasında duran elita o iqtisadi nəzəriyyədən kənar dura bilir. Onlar bir kitab görüblər, adı Economics kitabıdır və düşünürlər ki, bu kitabda yazılan hər şey doğrudur, bu kitabdan kənar olan heç bir şey doğru deyil. Amma faktiki olaraq Çin göstərdi ki, bu kitabdan kənar iqtisadi inkişaf mümkündür və daha dayanıqlıdır və daha preventiv iqtisadi inkişafı səciyyələndirir. Dünəndən bugünə dəyişən həmlələr mübahisəli təbiətini qoruyur. İqtisadi müharibə elanı kimi qəbul olunan bu strategiya qlobal ticarət sistemi ilə ziddiyyət təşkil edir. Bu isə həm hüquqi, həm də diplomatik intriqaya zəmin yaradır. Bəlkə də artıq silahların deyil, valyutaların savaşının astanasındayıq. Trumpın yeni iqtisadi planları həm də bir növ siyasi iqtisadi eksperiment hesab edilə bilər. Onun uğur qazanıb-qazanmaması isə yalnız daxili göstəricilərdən deyil, həm də qlobal reaksiyalardan asılı olacaq.